Yəni belə çıxır ki, biz heç nə yeməməliyik. Ancaq öz bağçamızı yaratmalıyıq. Orda göyərti də özümüz əkməliyik, digər tərəvəzlərimizi, meyvələrimizi də. O mümkün deyil. Yəni biz problemləri qoyduq ikimiz bir yerdə, Əfə xanım. Və dinləyicilər və izləyicilər soruşsa, yaxşı. Bunun çıxış yolu nədir? Çıxış yolu mövsümü və coğrafi meyvə və tərəvəzlərimizdən özümüzün və ailəmizin istifadəsi. Yəni ki, uzağa getməkdə Azərbaycanın çox gözəl gilə meyvələri var, düzdürmü? Hansılardır? Qarağatı da ola bilir, gilənarı da ola bilir, məsələn, alçası da ola bilir. Biz onları payıza, qışa saxlaya bilərikmi? Bilərik. Necə saxlaya bilərik? Məsələn, qarağatı şəkərləyib soyuducunun dondurucu yerində saxlaya bilərik. Şəkərsiz olmaz, axı şəkərsiz. Şəkərsiz uzun müddətli saxlaya bilmirik. Az şəkərli saxlaya bilirik. Başa düşürsünüz? Çünki o saxlama ömrünü uzatmaq üçün. Və yaxud da ki, məsəl üçün mən ailəmdə görmüşəm və bizdə də belə deyək də bir dinasiya olaraq davam olur ki, alçanın yaxşı vaxtında alçanı yığırlar bizdə evdə. Məsələn, yarım kilo olaraq dondurucuya qoyurlar. Qış fəslində onu dolmaya da istifadə edirlər, hazır göy alça. İstənilən bir şeylər, şorbalara da əlavə olunurlar. Eləmək olarmı? Olar. Mütləq deyil ki, biz dükandan alaq. Düzdür? Bəli. Yəni onu hər bir ailədə olan bir fərd özünü düşünməlidir. Və yaxud da ki, iki pisdən birini seçərək tərəvəzlərdən istifadə eləməliyik. Niyə görə? Ən pis tərəvəzdə belə antioksidant var.